Xoş gördük qızlar. Demək mən izləyənlər bilir ki, bundan neçənci səfərdir şəkər bura bişirirəm. Ümumiyyətlə yeməklərim çox yaxşı alınsa da şəkər bura yaxşı alınmır. Təbii ki, burada soba da əhəmiyyət daşıyır, yaxşı un da əhəmiyyət daşıyır. Ondan sonra şəkər bura bəzəyən də əsasdır və eyni zamanda sizin bacarığınız. Dəfələrlə bişirdim və istədiyim kimi alınmırdı. Bugün nəhayət ki, bütün reseptləri qoydum, qabartma ilə eləmişəm. Ondan döymə eləmişəm, umac eləmişəm, nə bilim, dədə-baba eləmişəm, hər şəkər bura eləmişdim. Amma yenidən qayıtdım köhnə dədə-baba reseptinə. Elmira Qədirovanın köhnə dədə-baba reseptini götürdüm. Bu arada öyrənmək istəyənlər çalışın. 1 kilo resepti 3 yerə bölün. Mən 3 yerə böldüm. Hər dəfəsində də belə məşğul oluram. Mənə canlı yayımda ay nəyi becər şəkər buralarım var, nəyim var, nə bilim heç nə bacarmırsan deyənlərə inat. Yaxşı ki, pis insanlar var. Onlara inat məşq elədim. Axır ki, çox yaxşı xanımların sayəsində və demək olar ki, bəzi şirniyyatçıların köməyi sayəsində onlara da buradan təşəkkür edirəm. Axır ki, bu dəfə ürəyim istəyən kimi bir şəkər buranı aldım. Düzdür, yenə də tam ürəyimcə deyil, niyə? Burada un doymaqdır, kənd inək yağıdır, kənd yumurtasıdır. Daha da ağ un alacağım. Düzdür, doymaq da pis deyil, amma yenə də mən daha yaxşı istəyirəm unlar olsun. Bir sözlə, qəşəng sobam olsa, qəşəng şəkər bura naxşı vuran olsa, mənimki köhnədir, qoyub naxşı vuranları da göstərib. Bunlarla da bəyəndim, bəzədim. Hətta mənə Həyat Gözəl səhifəsi dedi ki, sən hələ bu cürə çətinliklə belə şəkər bura ortaya çıxardırsansa halaldır, çox yorulmuşam. Doğrudan da bütün günü bundan məşğul olmuşam. Və ən sevdiyim forma budur. Və sevdim. Yəni mən bu dəfə şəkər buralarımı sevdim, bəyəndim. İnşallah qəşəng un alıb yenidən bayrama qədər. Bir dənə də yaxşı bir soba olsa, yaxşı bir yeni şəkər bura bəzəyənim olsa, məncə artıq mən ürəyim istəyən şəkər buranı əldə eləyə bilərəm. Buna da şükür. Yəni dediyim odur ki, sizə bacarmazsan deyərlər, sən heç nə bişirə bilməzsən deyərlər. Bəlkə 7-ci dəfədir ki, bişirirəm. Mütləq sınayın, hər dəfə yandırın, tökün, axır ki, məqsədinizə çatın. Mən balıq bürcüyəm, bütün balıqları öpürəm. İnatkar balıqlar. Axır ki, məqsədimizə çatmaq üçün hər bir işin arxasınca gedirik, ta məqsədimizə çatana qədər. Bu günlərim bəyəndilər. Bir dəfə də canlı yayımda biri mənə yazıb gəlib yazmışdı ki, nə iyrənc şəkər buralardır. Mən də dedim, yəni sən özün nə görürsənsə olsan, bacarmayan xanımlara, qadınlar bir-birinizə dəstək olun, bir-birinizə ürək-dirək verin. Yəni qoyun o yenidən ilhamlansın da, ilham verin bir-birinizə. Bacarmayan xanımlara gedib deməyin belə. Heç vaxt Allahın nemətinə şəkər buraya iyrəncsən demək olmaz. Yəni o da öz tərbiyəsini göstərdi. Ürəyim doludur. Bu arada mən yeməklərim çox qəşəngdir, amma şirniyyatda əsasında şəkər bura istədiyim kimi alınmır. Qalan nə istəsəm bişirirəm. Buna da inat. Onu da deyim ki, mən ildə bir dəfə, 2 dəfə şəkər bura bişirirəm ona görə. Hər gün pişsəm, sırf o şirniyyatçılar kimi bişirə bilərəm. Buna da əminəm. Qadınlar bir-birinizə dəstək olun, bir-birinizə, türklər demiş, köstək olmayın. Hələlik sağ olun. Bu bənövşələr, gözəl sözlər yazan, mənə kömək eləyən, səhifəmi izləyən bütün qızlaradır. Qızlar da burada artıq solub. Sağ olun, getdim. Yəqin ki, bayram eləməsəm də bir dənə bayrama yaxın yenə bir dəfə də istədiyim unu ala bilsəm. Onu da deyim ki, doymağı bu gün o qədər reklam elədim, digər favelini, Maq və ekstranı, nə bilim, Sovet Xazayışkanı, hamısın. Hamınız mənə un firmaları un göndərin. Sizi reklam eləyim. O qədər təriflədim bugün sizi. Amma bu dəfə burada isə ən yaxşısı kənd yağıdır. Yenə də kənd yumurtasıdır. Demək olar ki, bahalı yağla eləyəndə bahalı da iş alınır. Düzdür, əl bacarığı olan adam nədən də olsa pişirər. O da ki, profesional olmalısan. Bu qədər. Sağ olun, bütün balıq büşlərini öpürəm. Axır ki, inatkar balıq istədiyini əldə elədi. İndi yazın. İrad və təkliflərinizi bildirin. Tənqiddə olar, amma
ədəbində. Təhqir isə yox. Hələlik. Sağ olun, var olun, getdim. Axır ki istəyimə çatdım.